Şimali Azərbaycanın 20-ci əsrin əvvəlləri tarixi üçün səciyyəvi deyil. Zaqatala dairəsinin sahibkar kəndlilərinin mükəlləfiyyət daşımaqdan azad edilməsi. Bəli, bu artıq 1913-dür. Və 20-ci əsrin əvvəlləri deyəndə biz təbii ki 1901-1920 arasında fırlansaq. Baxır sualın gəlməsinə. Anı çıxaq. Azərbaycan neftə birincilik itirib beyni çıxaq. İnhisarlaşmanın əsası 1893-də qoymuşdu. Bu 19-cu əsrdə axı cavabsa. İlini Rus bilmirdim kəndlər aynen. Bəs eləyir. 1905, ehtiyatlı ol. Neftə 1893-dür, misdə 1907-dir bu Bu inhisarlaşma. inhisarlaşma Ağ Neft Sənayeçiləri Qurultayı odur 93-də. Bəli, Peterburq müşavirəsi. İndi təzədə 1906 veriblər Əliman müəllim. 1906 veriblər, düz deyirsiniz. Bəli, 6-7, yəni o illə nəzarət. Yenə görürsünüz, bax köhnə material. Dövlət kəndlərinə verilmiş torpaqların dəqiq sərhədləri müəyyənləşdirildi. Bəli, 1900-cü ildə dövlət kəndlərinə deyirlər ki, biz sizə torpaq veririk. 1903-də isə həmin o 1900-cü il qanununu neynirlər? Əsaslandırırlar. Əsasnamə. Yəni torpaqlar artıq dəqiq müəyyənləşdirirlər. İfso. Cavab C. Sonra